Qul qardaş, sağ dediyim bak qoyunlar bulardı. 240 qoyundu, 240. 240 qoyununda altında 140 dənə quzu var, 140 dənə. Quzularım da elə, yəni xırda deyil. Yəqin burada düşür dənə, nəzirlə səhərdiyi. Körpəsi yoxdur elə demək olar ki. 240 qoyunun 140 dənəsi balalıdır, 100 dənəsi də təkdir. İndi təklərin də təbii ki, içində geci də var, tezi də var. Yəni amma subay heyvan yoxdur. 6-7 dənə də içində lap iri qoş var. O toğullar, qoş toğullardan başqa da. Yəni bunları demirəm. Qiymətini də bir yerdən razılaşıb vermək olar. Balalı zadlı verərəm. 400 manata son yerim verərəm. 140 dənə də altında quzu. Deyək məsəl üçün. Quzuların elə xırdası. Bilir hə, deyək bax quzudur. Görürsən də nə yəqin ki. Deyək quzudur. Buna aş görməyə lazım. Sonra o birisinin dedi ki o şeydir. Məyənlərin ağzına aç orada düşsün. Bunun da ağzına aç. Ekiz bana aldı. Ekiz bilən. Neçə dənəsinin ağzına açmalıyıq, görürsən. Dedi məyənlərin ağzına. Bir dənəsi. Yəni heyvanın içində 4-5 dənə yaşlı heyvan var da bu 240 heyvanın içində. Aç elə bir neçəsinin ağzına aç qoy düşsün. Bax birinci qadın heyvan çoxdur burada. Aç onu da aç, bunu da aç. Yəni baxanlar bilir də bu 3 doğuf. Bu birincidir. Qiyməti də balalı, zadlı, qoşdu, moşdu. Son yerim verərəm 400 manatdan. Yəni münasib qiymət deyirəm ki, satılsın. Altında nə qədər belə quzu var, indi yeri dar deyə düşmür. Bax, belə top kimi əmliklər var, iri.